Salam hörmətli dinləyicilər, gəlin sizinlə maraqlı bir tapşırığa baxaq. Əvvəlcə tapşırığın şərtini oxuyaq, sonra tapşırığı həll etməyə çalışaq. Deməli, Yağız adlı bir şəxs deməli isti yay günlərində bir sodalı su hazırlayır. Sonra o sodalı suyu deməli konus şəklində olan bir su bardağının içərisinə tökür. Bu su bardağının içərisində bir kürə formasında olan limon var. Və bu limon deməli bunun da radiusu 1-ə bərabərdir. Şəkildə gördüyünüz kimi. Deyir bu sodalı suyu tamam boşaldır deməli konus şəklində olan su bardağının içərisinə. Su bardağı ağzına qədər dolur, amma yerə tökülmür. Sonra Yağız bu deməli limonu, kürə formasında olan limonu deməli su bardağının içərisindən çıxardır. Deməli bundan sonra deyir konus şəklində olan su bardağının içərisində deməli konus şəklində olan su bardağının içərisində qalan suyun hündürlüyü nə qədər olar? Və burada məsələnin şərtində deyir ki, bu konus şəklində olan su bardağının içərisində su olan hissəsinin hündürlüyü 6 sm, radiusu da deməli 3 olarsa şərtə görə deməli o limonu çıxardandan sonra o su bardağının içərisindəki suyun qalan suyun hündürlüyü nə qədər olar onu soruşur. Gəlin tapşırığı biz həll etməyə çalışaq. Biz əvvəlcə bu deməli kürənin həcmini tapaq. Yəni burada r bərabərdir 1 verildiyinə görə onda kürənin həcmi düsturundan biz yaza bilərik ki, r bərabərdir 1 olduğuna görə kürənin həcmi düsturuna yazarıq ki, v kürə bərabərdir 3'te 4 pi r'in kubu. O da bərabərdir 3'te 4 pi r'in də yerinə 1 yazırıq. O da bərabərdir 3'te 4 pi. Sonra deməli gəlin bu konus şəklində olan su bardağının həcmini tapaq. Burada verilibdir R1 bərabərdir, onu R1 ilə işarə edək. Radiusunu R1 3'dür, H da 6'dır. Onda V konus yazaq buna. Konus. O da bərabərdir 3'te 1 pi R1'in kvadratı bura H. O da bərabərdir 3'te 1 pi R1'in yerinə biz yazaq 3'ün kvadratı, H-ın da yerinə yazaq 6. Bu da 3-lə bu 9-dan bu 3 gedir. O da qalır. Bərabər olur deməli 18 pi. İndi diqqət eləyək. Nəyə diqqət eləyək? Biz bir şəkil çəkək bunu daha aydın izah eləmək üçün. Bunu daha aydın izah eləmək üçün bir şəkil çəkək. Deməli bax bu elə bir ki bu su bardağının içərisində o limon olan su bardağını mən bura çəkirəm də, çəkib göstərmək istəyirəm, izah etmək istəyirəm. Deməli onun içərisindən limonu götürəndən sonrasına bax bu bir konus formasında su bardağı idi. Bax belə bir konus formasında su bardağı idi. Mən yuxarıdakı şəkili belə çəkirəm. Limonu götürəndən sonra o deməli suyun səviyyəsi düşür aşağı. Bu səviyyə inir. Düşür aşağı suyun səviyyəsi. Limonu götürəndən sonra suyun səviyyəsi düşür aşağı. Görürsünüz. İndi bu figurlar burada iki dənə biz konus görürük də, elə bir ki kiçik konus və böyük konus. Bunlar bir-birinə oxşar figurlardır. Yəni bu kiçik konusla, bax bu işarələdiyim göstərək bunu. Bax bu kiçik konusla kiçik konusla böyük konus, kiçik konusla böyük konus deməli
oxşar fiqurlardır bunlar. Çünki suyun səviyyəsi bərabər səviyyədə aşağı düşür. Elə bil ki, bu konus paralel müstəvi ilə yəni ortadan kəsilibdir. Avtomatik orada oxşar fiqurlar alınacaq. İndi bizdən bu hündürlüyü soruşur. Bu hansı hündürlüyü? Bunu bir işarə eləyək. Bizdən buna bir O1 deyək. Burada bir O deyək. Burada bir A ilə işarələyək. Bizdən soruşur, bax bu OA-nın nəyə bərabərdir? Yəni suyun səviyyəsi. Limonu götürəndən sonra suyun səviyyəsi düşür aşağı. Bizdən buranı soruşur. Yəni bunun üçün biz deməli dedik ki, bu fiqurlar, konuslar oxşar fiqurlardır. Çünki paralel müstəvi suyun səviyyəsi eyni səviyyədə düşdüyünə görə elə bil oturacağa paralel müstəvi ilə kəsilmişdi. Deməli yuxarıdakı balaca konusla böyük konus bir-birinə oxşar olur. Yəni oxşar fiqurlarda oxşar olurlar. O zaman deməli bu böyük konusun hündürlüyü, deməli kiçik konusun hündürlüyü OA işarə etsək, böyük konusun da hündürlüyü O1A desək buna. O1A böyük konusun hündürlüyü bizə verilmişdi məsələnin şərtində. Necə verilmişdi? Bizə 6 verilmişdi. 6 verilmişdi. İndi biz artıq nə edirik? Biz dedik ki, konusun həcmindən biz konusun həcmini tapdıq. Su bardağının konus formasını idi. Sonra bunun içərisində olan kürənin həcmini tapdıq. İndi biz diqqət eləsək, biz konusun həcmindən, böyük konusun həcmindən bu kürənin həcmini çıxanda yerdə kiçik konusun həcmi qalacaq. Diqqət edirsiniz, yerdə bu çəkdiyim bu kiçik konus var. Göstərmişəm bunu yaşıl deməli cizgilərlə. Yaşıl cizgilərlə bu kiçik konusun həcmi qalacaq. Ona görə də yazıram ki, 4 yazaq ki, V kiçik konus bərabərdir V konus çıxaq V kürə. O da bərabərdir. Biz deməli 18 pi-dən deməli nəyi çıxmalıyıq? Çıxmalıyıq 3 pi bölək 3-də 4 pi-ni. 3-də 4 pi-ni. Bunda 18-i 3-ə vurub 4 çıxsaq qalar 50 pi bölək 3. Deməli bu kiçik konusun həcmi, yəni bu yaşıl cizgilərlə göstəreyim, kiçik konusun həcmi 3-də 50 pi olar. İndi biz dedik ki, bu kiçik konusla böyük konus deməli oxşardılar. Qırmızı cizgi olan böyük konusdur, böyük konus. Yəni yaşıl cizgi olanda deməli kiçik konusdur. İndi biz bu kiçik deməli oxşar fiqurların həcmlərinin nisbəti nəyə bərabərdir? Onların tərəflərinin, hündürlüklərinin, tərəflərinin nisbətinə deməli oxşar fiqurların həcmləri nisbəti bərabərdir. Düsturu biz yazsaq, yazarıq ki, O1-in nisbəti 5. O-A-nın nisbəti O1A-ya bunun kubu bərabərdir böyük konusun kiçik konusun həcminə nisbəti. Yəni 3-də 50 pi-nin nisbəti 18 pi-yə. Deməli böyük konusun deməli həcmi 18 pi-dir, kiçik konusun da həcmi 3-də 50 pi-dir. Aha. İndi biz buradan yaza bilərik ki, verilənləri yerinə yazsaq, bu münasibətdən yaza bilərik ki, O-A-nın nisbəti O1A6-dır bizdə. Yazmışıq bunu bira. Kubu bərabərdir 3-də 50-nin pi-nin nisbəti 18 pi-yə. Buradan da biz deməli yaza bilərik ki, OA kubu bölək 6-nın kubu bərabərdir.
Bunu da sadələşdirsək 3-də 50 pi-ni 18 pi-yə böləndə olur 50 pi bölək 54 18-i savururuq, qalıb düşür aşağı pi. İxtisar edirik buradan. Buradan da çıxır ki, deməli o a kubu bərabərdir. O a kubu bərabərdir. O a kubu bərabərdir. 6'nın kubu vuraq 50 bölək 54. Buradan da yaza bilərik ki, o a kubu bərabərdir. Bunu 2 vurur 3 2 üstü 3 yazıram və 3 üstü 3 yazıram. Bu da 50. Bu da 54 də 2 vuraq 27 yazıram. Bundan bu ixtisar gedir. Bundan da bu ixtisar gedir. Burada qalır deməli 2 üstü 3 bölək heç nə 2 üstü 3 burada qalır 2 üstü 3 qalır ki 2 üstü 3 vuraq 25. Burada 2 ilə 50'ni ixtisarlamışam. Burada 25 qalır. Vuraq 25. O zaman buradan da yaza bilərik ki, o a bərabərdir. O a bərabərdir 3-cü dərəcədən 2 üstü 3 vuraq 25. Buradan da tapıram ki 2 üstü 3 3-cü dərəcədən 2 çıxır. Bundan 3-cü dərəcədən 25. Yəni bizdən tələb olunurdu ki, o suyun səviyyəsi hündürlüyü nə qədər olar? Yəni içərisindən limonu çıxardandan sonrasına. Deməli o bərabər olar 2 vuraq 3-cü dərəcədən kökdə 25. Baxaq görək bu hansı cavaba uyğun gəlir. Bu B variantına uyğun gəlir. Maraqlı tapşırıq idi. Diqqətinizə görə sağ olun. İnşallah yeni videolarda görüşərik.